Hər vaxtınız xeyir. Yadınızdadır, Şuşa kənddən bir dənə yolun kənarında qutab pişirən ailəni sizə təqdim eləmişdim. Həcər xanım burada gözəl qutab pişirirdi ailəsi ilə bir yerdə. Sonra bir ara onlar qısa müddət işi dayandırdılar. Amma indi yenə də yazdı, qəşəng, müasir dildə desək, obyekt işləyir. Obyekt işləyir. Hələ bura belə bir balaca inkişaf da elətdiriblər. Stol qoyublar ki, kimsə oturub yemək istəsə yeyə bilsin. Dayı, bayramınız mübarək olsun. Bu torpaqlarda uzun illərdən sonra ilk dəfədir ki, siz Novruz qarşılayırsınız. Eviniz var olsun. Eliniz obanız var olsun. Canınız sağ olsun. Bayramınız mübarək olsun. Ruziniz bol olsun. Allah'tan arzum budur. Bizim devletimizi, hükümetimizi pis istiməsin, yaxşı yaşasın, yaxşı bütün ölkələrlə necə gözəl əlaqə qurub bizim prezidentimiz. Bax, belə davam eləsin. Amin Uzun inşallah. Ömür, can sağlığı arzu edirəm İlham Əliyevə. Allah dövlətimizi, xalqımızı qorusun. Ətrafımızda baş verən xəta bəlalardan bizi hifz eləsin. Bəli. Bizdən uzaq olsun. Ol, Bir daha bizim ölkəmiz müharibə görməsin. Görməsin, ya Rabbim, bəli. Xanım, işiniz avand olsun. Sağ ol. Xoş gününüz olsun. Səhər tezdəndən artıq gəlir. Bax, bu gözəl xanım. Sizin kimi insanları da Allah əksik eləməsin. Çox sağ olun. Səhər tezdəndən gəlir, başlayır bişirməyə. Çünki bu tərəflərdən gedib gələnin sayı çoxalıb. Kətə alanın da, kətə yeyənin də sayı çoxalıb. Həmişə ruziniz bol olsun. Əlinizə, qolunuza Allah güc qüvvət versin. İndi mən də qəşəng oturub burada kətə yeyəcəm. Yeriniz məlum. Yəni, keçən dəfəki videomdan sonra bura çox gələnlər oldu. Mənə yazırdılar ki, yoxdur, tapmadıq Həcər xanım qutab pişirənləri, Həcər xanım geli. Hə, bir balaca fasilə oldu, amma indi artıq hər iş öz qaydasındadır. Üzü də yaza-yaya doğru gedir. Yolunuz düşsə, mütləq burada ayaq saxlayarsınız. Həm bizim Şuşa kəndin... Çox sağ olun, əliniz var olsun. Həm bizim Şuşa kəndin yeni məskunlaşan sakinlərinə iqtisadi cəhətdən dəstək olaq, həm də qəşəng dadlı Dağdərə köylərindən qutab yeyək. Hamıya nuş olsun, bizə də nuş olsun. Sizə də Allah işinizə, gücünüzə qüvvət versin. Bayramınız mübarək olsun. Sizinlə baxım, sağ ol. Kətənin içinə vurulan göyərtilərdən bəzilərini göstərim sizə. Bax, bu kuş əppəyidir. Buna lalə dibi deyirlər. Yəni, bildiyimiz lalə çiçəyinin yarpaqlarıdır. Eləmi? Bu da əvvəlikdir, düz dedimmi? Mövsüm etibarilə otların bəziləri burada yüksəklik, Şuşa kənd yüksəkliyi olduğuna görə hələ çıxmayıb. Bəzi otları buradan elə dağdan, dərədən, dağın döşündən yığırlar. Bəzilərini Quzanlıdır, Hindarxdır, daha aran yerlərdə tez bitdiyinə görə oralar daha istidir də. Gedib oradan yığırlar, gətirirlər. Otlar tərtəmiz, təbiətdən yığılmış, gözəl qoxusu, gözəl dadı. Məsələn, sözün düzü mən quş əpbəyi ilə və digər otlarla olan, cincilimlə və s. olan otlarla olan kətələri yemişdim. Amma əvvəlliklə və bu lalədibi adlı, ne hara getdi o? Lalədibi adlı otu kətənin içində yeməmişdim. İndi yedim, çox fərqli dadı var. Qəşəngdir, fərqli, maraqlı bir kreativ ağız dadıdır. Allah bərəkət versin, Allah ruzinizi bol eləsin. Sağ olun, inşallah. Deməli, Həcər xanım deyir ki, təxminən günə 60 ədəd kətə satır. İndi hələ ki, nəzərə alaq ki, Altı bazar laf xod gedir də, qəşəng normal. Altı bazar cəmaat istirahətə gəldiyi vaxtlar. İndi hələ nəzərə alaq ki, qışdan təzə çıxmışıq, yaz indi gəlir. Şükür, bərəkət. Allah bərəkət versin. Qabaqda yaz var, yay var. Siz hələ payızdan başlamışsınız da bu işə. Bəli. Yazda, yayda gələn gedən bu ərazilərə lap çox olur deyə. İnşallah ki, sizin işləriniz lap yaxşı gedəcək. Allah ruzinizi yetirsin. Allah verənə min bərəkət, min şükür. Bərəkətli olsun çörəyiniz, əməyiniz, əlinizə, qolunuza sağlıq. Şuşa kəndinin də göylərə çıxacaq. Hə, onu deyirəm də. Məsələn, yuxarı yüksəklik olduğuna görə bəziləri çıxıb, bəziləri çıxmayıb.
Amma hardasa bir 10 günə, 15 günə uzağı bütün bu dağ dərə bəzəkli, gözəl, dadlı otlarla dolu olacaq. Qırpığım da olacaq inşallah. Hə, biz də gəlib o otlardan hazırlanan kətədən yeyəcəyik. Hoş gəlsin. Nə vaxt gəlsin, gözünüzdə yerinizdə. Çox sağ olun. Gözünüz var olsun, əliniz var olsun. Allah işlərinizə qüvvət versin. Sağ olun.